Salam değerli məsləhətçilər, sizinlə mən Könül Məmmədova. Bu günləri sizə Fabrik şirkətinin yeni aksiyası haqqında məlumat vermək istəyirəm. Bilirsiniz ki, hər yeni qeydiyyatdan keçən məsləhətçi kataloq qiyməti 40 manatlıq sifariş yerləşdirəndə 33 manat ödəyir və növbəti kataloqda soyun dəstini qablayan vasitə, qabları, qazanları təmizləmək üçün pasta və paltar yumaq üçün kapsullar, bu dəsti hədiyyə olaraq qazanır növbəti kataloqda. Amma hal-hazırda belə bir aksiya var ki, elə bir məsləhətçilər var ki, komandamızda. Onlar heç vaxt üzərlərinə məsləhətçi qeydiyyat eləməyiblər. Onlar əgər 7, 8 və ya 9-cu kataloq dövrlərində heç olmasa bir dəfə sifariş yerləşdiriblərsə, bu kataloq dövründə onlar dəvət etdikləri məsləhətçiyə görə, yəni dəvət etdikləri məsləhətçi birinci addımı keçməlidir mütləq. Özləri isə 45 manat kataloq qiyməti sifariş yerləşdirməlidirlər dəvət edənlər. Bu halda növbəti kataloqda məsləhətçi, dəvət etdiyimiz məsləhətçi birinci addım hədiyyəsini götürmək üçün ən azı 30 manatlıq sifariş yerləşdirir. 55 manat kataloq qiyməti yerləşdirsə daha yaxşı olar ki, bir ikinci addımı da keçər. Dəvət edən isə kataloq qiyməti 45 manatlıq sifariş yerləşdirir, 20% endirimlə ödəyir və bu soyun dəstini həm dəvət edən və həm dəvət edilən hədiyyə olaraq qazanır. Bəs bu məsləhətçilərə hardan baxa bilərik ki, kimlər bu aksiyada iştirak edə bilər? Bunun üçün daxil oluruq öz şəxsi kabinetimizə. Öz şəxsi kabinetimizə daxil olduqdan sonra dəqiqə açılsın. Daxil oluruq hesabatlar bölümünə, marketinq üzrə hesabatlar bölümünə. Və buradan şəxsi qrup haqqında informasiya bölümü. Bura daxil oluruq. Burada bunu da basırıq. Aktiv olmayan məsləhətçilərə baxmaq və baxmaq düyməsinə. Siyahı böyük olanda çox fırlanır, gec açılır. Bir dəqiqə, açılar yəqin ki. Şəxsi qrup haqqında informasiya bölümündə 5-ci statusda kimlər bu aksiyada iştirak edə bilər, onlar göstərilir. 5-ci statusa baxmaq üçün siyahını sola itəliyirik. Baxın, bax burada bu plus işarəsi var. Bu plus işarəsinə basırıq. Plus işarəsinə basdıqda bu siyahı bizə, baxın, beləcə açılır. Və R hərfi ilə, yəni rekruting aksiyasında iştirak edənlərin siyahısı buradan görsənir. Bu halda da deyim ki, baxın, yaşıl renkdə status altıda ayrı-ayrı qazananların siyahısıdır. Və bu siyahı belə bitmir. Burada görürsünüz 22 səhifəli siyahıdır və siyahının hər səhifəsini çevirib kimlər bu aksiyalarda iştirak edir, onların siyahısına baxa bilərsiniz ki, kimlər bu aksiyada iştirak edir və yəni 5-ci statusda. Status 5-də. İkinci səhifədə heç kəs yoxdur. Baxaq görək burada. 4, 5. Yəni birinci səhifədə gördünüz də, yəni bir də axtarmayın. Bir də. Səhifəliyib, kimlər sizin bu aksiyada iştirak edirsə, rekruting aksiyasında onlara xəbərdarlıq edə bilərsiniz ki, məsləhətçi dəvət et, 45 manatlıq kataloq qiyməti sifariş yerləşdir. Sən də bu soyun dəstini hədiyyə olaraq qazan. Məsləhətçi dəvət et, onlara birinci adımı keçməyə kömək et. Özün 45 manatlıq sifariş özün birinci dəfə 30 manatlıqda yerləşdirə bilərsən. Amma hədiyyəni götürmək üçün mütləqdir ki, 45 manatlıq kataloq qiyməti sifariş yerləşdirəsən. Hər birinizə uğurlar arzulayıram. Şirkətin qoyduğu bütün aksiyalardan istifadə eləyin. Hədiyyələri qazanın. Cibiniz dolu, canınız sağlam, ömrünüz uzun olsun. Uğurlarınız da bol olsun.